Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daim ala a'daihim ecma'in. İmam Əlinin aleyhisselam, müminlərin əmiri İmam Əlinin aleyhisselam zərbətləndiyi və şəhadətə getdiyi günlərdir. Və bu günlər münasibəti ilə İmam Zaman Accalallahu Teala Fərəcəhu Şərif başda olmaqla bütün möminlərə, əhl-i beyt sevərlərə təsliyyət deyirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın, ilahi əmin. Mən istərdim ki, bu münasibətlə Şəbaniyyə xutbəsinin axırlarında imamla bağlı olan bir hissəni qeyd edeyim. Bildiyiniz kimi Şəbaniyyə xutbəsi İmam Əlidən əleyhissalam nəql olunur ki, o da buyurur ki, Peyğəmbər belə buyurdu və xutbə oxudu. Və o Şəbaniyyə xutbəsinin sonlarında bir yerdə İmam Əli əleyhissalam buyurur ki, Thumma bəka, Peyğəmbər sonra ağladı. Sonra mən soruşdum, mən dedim ki, Allahın Rəsulu, səni ağladan nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm bunun cavabında buyurur ki, bugün sanki görürəm ki, bir bədbəxt sənin saqqalını qana boyuyur. Yəni, səni bu ayda zərbətləyir, vurur və imamın bu ayda şəhadətə yetməsindən Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir. Diqqət çəkən məqam nədir? İmam Əlinin aleyhissalam həmin ölüm xəbərini eşidəndə, acı xəbər deyək, eşidəndə Peyğəmbərə sallallahu aleyhi və səlləm verdiyi sualı bax. Fəqultu, mən dedim, ya Rasulallah, ey Allahın Rəsulu, və zəlikə fi sələmətin min dini, mən dinimdə salamat olacağım, bu mənim dində salamat olan vaxtımdır və yaxud dinim salamat olacaq. Baxın, din dərdini çəkir, əndişəsi dindir, axirətdir, Allahdır. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər buyurdu, və zəlikə fi sələmətin min dinikə, bu sənin dində salamat olduğun vaxt olacaq, yaxud sən bu vaxt dində salamat olacaqsan, dinin salamat olacaq. Yəni, dində Allah yolunda olmuş bir şəxs kimi dünyadan köçüb şəhid olacaqsan. Baxın, burada imamın narahat edən məsələ nədir? Din dərdi. Düşünür ki, görəsən aqibətim xeyirli olacaq, yoxsa yox. Bu bizlərə də bir ibrətdir ki, biz bütün yaşayışımız boyu və üstəgəl son aqibət ki deyirlər, yəni axır haqqında düşünək ki, görəsən aqibətimiz xeyirli olacaq, yoxsa yox. İmamın həyatına baxsaq görərik ki, hər məsələdə Allahın əmri, din, bu işlər ancaq İmam əleyhissalam maraqlandırıb və düşündürüb. Misal üçün elə Şəbaniyyə xutbəsində Peyğəmbər sallallahu aleyhi və səlləm bu mübarək ayı vəsf edərkən imamın ilk zehninə gələn nədir? Bilir ki, bu ay mübarək aydır, çünki Peyğəmbər qabaqcan deyib, bax, həmin xutbənin əvvəllərində başa salıb bildirib ki, nəfəs alsaz təsbihdir, yazsaz ibadətdir, ən əfsəl günlərdir, saatlardır və s. danışıb. İmam bilir ki, ibadət aydır. Sual verdiyi suala baxın, buyurur ki, deyir ki, ya Rasulallah, ey Allahın Rəsulu, mə afdalul ə'məli fi həzə şəhri. Bu ayda ən üstün əməl hansıdır? Əməllərin ən üstün nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, afdalul ə'məli fi həzə şəhril vəra'u ən məhərimilləh. Bu ayda ən üstün əməllərin ən üstünü Allahın haramlarından çəkinmək, vərə və təqva sahibi olmaqdır. Ki, bu barədə ötən bəhsləri biz söhbət elədik. Elə bu sözdən sonra İmam Əli əleyhissalam deyir ki, mənim dinim salamat olacaq vurulduğum zaman. Yəni, bu ay ki, təqva ayıdır, elə təqvadan söz düşmüşkən insan zehninə nə gəlməlidir? Görəsən, həmin anda dinim salamat olacaq, dində olacaqam, Allahın yolunda olacaqam, yoxsa yox. Çünki haramlara mürtəkib olan bir şəxs artıq onun dini əldən gedib, dinini zay eləyib artıq. Dini artıq salamat deyil. Bayram vaxtı da İmam Əli əleyhissalam zehnə ilk gələn nədir? Allahdır və onun əmirləridir. Nəhcül Bəlağədə buyurur, deyir ki, İnnəmə huvə idun limən qabilallahu təalə siyaməhu və şəkərə qiyaməhu. Deyir ki, bu ancaq və ancaq o kəslər üçün bayramdır ki, fitr bayramından danışır, mübarək Ramazan bayramından. Deyir, bu ancaq o kəslər üçün bayramdır ki, limən qabilallahu təalə siyaməhu. Allah onun orucunu qəbul edib. Oruç tutub və orucunu Allah qəbul edib. Və şəkərə qiyaməhu və onun qiyamının, namazını, ibadətlərini də əvəzini verib. Və kullə yevmin la yu'sallahu fihi fəhuvə yevmə idin. Deyir və hər gün ki, Allaha günah edilməyib, Allaha məsiyyət edilməyən, günah edilməyən hər gün Eid günüdür, bayram günüdür. Bihar Ləmvarda gəlib,
Cilt 88, səhifə 136, Müəssisətül Vəfa Beyrut Lubnan çapı və Nəhcül Bəlağadan götürülüb. 428-ci hikmətdə. Deməli, İmam Ali əleyhissalam öz ölüm xəbərini eşidəndə də Allah yadına düşür, Allahdan danışır. Şadlıq olanda da, bayram olanda da Allah düşür yada. Ancaq Allahın ibadəti onun zehnində də ancaq. Və deyir ki, hər kəsin orucu qəbul olsa, namazı əvəzi verilsə, ibadətin əvəzi verilsə, o kəsin bayramıdır. Və həmçinin də mübarək Ramazan ayında ən üstün əməl haqqında düşünür. Yəni, yenə də onu din düşündürür, din dərdi çəkir. İmam Ali əleyhissalam bu günümüzdə olsaydı, bəzi insanlar imama nə deyərdilər? Radikal deyərdilər. Bugün görürsən, bir nəfər dinində düz əməl etmək istəyir, tamam kamal əməl etmək istəyir. Deyirlər ki, radikaldır. Alimlərdən biri deyir ki, ya dini tam əməl edin, ya da buraxın geçsin. Kəsib doğrayıb özünüzə sərf eləyən hissəni götürək, qalanını ataq, bu cür olmaz. Baxın, imamı bugün insanlar ki, bu neçə məsələni qeyd elədiyim, imamın dövründə yaşasaydılar indiki bəzi insanlar və yaxud imam bu dövrümüzdə yaşasaydı, deyəcəklər radikaldır. Əlbəttə, radikal olmaq Allah yolunda yaxşı bir şeydir. Baxışların kəskin olur, yəni sərt dayanırsan Allah yolunda, barışmaz mövqe tutursan. İki başlı sözdür. Bir nəfər səni gözdən salmaq üçün radikal deyər, məqsəd də budur ki, yəni sən çox dərinə gedirsən, xurafatçısan, barışmaz mövqe tutmusan, dünya adamı deyilsən, ancaq dindən danışırsan və s. çox dərinə getmə və s. bu kimi şeylər. Amma əslində Allah yolunda insan radikal olmalıdır. Allah yolunda insan barışmaz mövqe tutmalıdır. Allah nə buyurubsa odur, əsrlər keçsə də. Başqa bütün qanunlar, bütün əmrlər, bütün sözlər hamısı boş şeydir. Bu yolda insan radikal olmalıdır, bəli. Allah yolunda insan radikal olmalıdır. Və xüsusilə, məsələn, burada qeyd etdiyim zehnimə gəldi. Deməli, imam ki buyurur, bu ayda ən üstün əməl hansıdır və yaxud dində sağlam mı qalacağam, dinim sağlam olacaq yoxsa yox və yaxud da bayramda deyir ki, hər kəs Allaha günah etməsə o gün onun bayramıdır. Bu halı, bu vəziyyəti biz bu günümüzlə müqayisə eləyəndə, məsələn, toya çağıranda soruşursan ki, halal toydur, yəni məqsəd odur ki, dini toydur da. Bilirsiniz, indi bəzi toylar var, kampaniya edirlər, qadın, kişi, məhrəm, naməhrəm qarışır, oynayırlar, haram süfrəyə nemət, haram içkilər, yeməklər qoyulur. Bir də var, dini toy, dərviş toyu və s. kimi deyirlər, musiqisiz olur və yaxud musiqi, indi bəzən musiqi də artırıblar. Məsələn, qabaqlar şeirlə olurdu, məsələn, ya moizə edilirdi orada və yaxud da içki olmur orada, halal nemətlər olur. Qadın kişi qarışıb oynamır, oynamaq ümumiyyətlə olmur. Bu cür toya el içində dərviş toy və yaxud da deyirlər ki, dini toy, halal toy bu cür deyirlər. Soruşanda bəzilərinə qəribə gəlir. Sanki narahat olurlar. Çünki o qədər insanlar qeyri-dini toylara gedirlər. 80, 90, 95%, 99%. Artıq o arada bir neçə faiz dini toydan danışanda cəmaata qəribə gəlir. Sanki sən qəribə bir şey haqqında danışırsan. Əslində, müsəlmançılıqda elə dini toy olmalıdır. Hər şey Allah deyən kimi olmalıdır. Allah deyən kimi olmasa, günahla müşahidə olunsa, günahla keçsə, o təəccüb doğurmalıdır əslində insanlar üçün. Amma əksi nə olub? Bizim qardaşlardan birinin sözü var, deyir, mən xeyir-şər deyəndə cəmaata deyirəm ki, əksinə olub bugün. Sizin toylarınız xeyir deyil əslində. Haram var orada, musiqi var orada, içki var, araq var, burada xeyir olmadı ki. Əslində məclisləriniz evlərdə şadlıq olsun, deyir məclisləriniz xeyirdir. Heç olmasa məclislərə insanlar gəlib bir Allah kəlamı eşidirlər, bir nə bilim Quran oxuyur, onu eşidirlər. Ondan sonra bir-birlərini halal tuturlar. Heç olmasa bir ölüyə rəhmət oxuyurlar, başsağlığı verirlər, bir dini ab-havaya düşürlər. Yəni əksinə olub zamanımızda deyir. Və odur ki, insan gərək elə İmam Ali əleyhissalam kimi hər halında elə Allahı düşünsün, Allahın əmrlərini düşünsün və hər vəziyyətində çalışmalıdır ki, dini məsələləri irəli çəksin və dinin baxışını qabağa gətirsin. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.